formasından biz bəhs edəcəyik müəllimlər. Başlıca olaraq deyim ki, mən Fidan Dünyamalızadə Azam Akademiyanın tərkibində məktəbəqədər müəllimlərə həm sertifikasiyada, həm MIQ imtahanına dəstək xarakterli həm materiallar paylaşıram, həm də ödənişli formada dərs keçirəm. Bildiyiniz kimi qarşınızdan gələn ən yaxın formada aparılan, keçirilən imtahanımız olacaq. Bu yaxınlarda sertifikasiya imtahanı. Sertifikasiya imtahanı dediyimiz, imtahan yəqin ki, bilirsiniz, işləyən müəllimlərə nəzərdə tutulub. 3 il daxil olmaqla işləyirsə bir müəllimə işə qəbulda 3 il keçibsə artıq onlar da şamil olunur. Sertifikasiya imtahanında səhv düzü aparmır. Zəhmət olmasa müəllimlər səhvləri bağlayaq. Aha, sertifikasiya imtahanında səhv düzü aparmır. 30 keçid balı hesab olunur. 35-dən yuxarı toplayan müəllimlər 10% maaş artımı gözlənilir. 50-dən yuxarı toplayan, 51-dən daha doğrusu yuxarı toplayan müəllimlər isə 35% maaş artımı nəzərdə tutulur. Başqa sertifikasiya nə deyə bilərəm? Bəli, sertifikasiyada artıq noyabr ayının ortalarından, daha belə deyək də, artıq ortalarına az qalıb. Noyabr ayının sonlarından artıq regionlarda təlimlərə başlanılacaq ki, belə deyək, sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün, ödənişsiz təlimlər keçiriləcək. Onu da nəzərə alaq ki, müəllimlər, əgər təlimlər başlanılıbsa, deməli sertifikasiya imtahanı çox yaxın bir müddətdə keçiriləcək. Təsəvvür edirik ki, güman ki, biz fikirləşirik, yanvar-fevral aylarında olmağı gözlənilir. Ona görə də ki, mən də demək istəyirəm ki, müəllimlər, əgər hazırlaşırsınızsa bu imtahana, bilavasitə olaraq yaxud ciddi bir formada hazırlaşmanız tövsiyə olunur. Belə, bu bir yerə qədər. Sertifikasiya imtahanı haqqında əlavə məlumat verdiyim budur. Yəni səhv düzü aparmadığını yenə bildirmişdim. Yəni MIQ imtahanında olduğu kimi 4 səhv, 1 düz aparmır sertifikasiya imtahanında, amma belə bir şey var. Yaxşı toplayan müəllimlərin maaşı artırılır. 30-dan aşağı toplayan müəllimləri isə 1 il yenə də onlara, belə deyək, vaxt verilir ki, yenidən toplasınlar, yenidən özlərini toplasınlar, hazırlaşsınlar, yenidən 1 ildən sonra gəlib imtahan versinlər. Yox, onda da yaxşı toplaya bilmirlərsə 30 keçid balını keçə bilmirlərsə, bəli, artıq onlar, işlərindən xitam verirlər. 30 bal minimum bal kimi hesab olunur, minimum keçid balı kimi hesab olunur. Bəli, müəllimlər, bu gün biz sizlərlə həm MIQ imtahanında, həm də ki, sertifikasiya imtahanında düşə biləcək suallardan biri olan metodikamızın incisi olan bədii təfəkkür məşğələsinin təşkili metodikasından biz bəhs edəcəyik. Bədii təfəkkür məşğələsi deyəndə biz nəyi nəzərdə tuturuq? Bədii təfəkkür, belə deyək, məktəb təlimində müəllimlər, ə Ừm, belə deyək, ədəbiyyat dərsi hansı yerdə idisə, məktəbdə ədəbiyyat dərsi hansı yerdə idisə, biz bağçada, məktəbəqədər müəssisələrdə bədii təfəkkür məşğələsi həmin yerdə durur. Amma bizdə onlardan fərqli olaraq qruplardakı olan uşaq yaşları aşağı səviyyədə olduğuna görə, onların anlıq səviyyələrinə uyğun formada biz məşğələmizi tərtib edirik, təşkil edirik. Bədii təfəkkür məşğələsinin təşkili metodikasında deyəndə də ağlımıza ilk növbədə gəlməlidir ki, özü bədii ədəbiyyat sözünün özü gəlməlidir. Bu məşğələ birbaşa olaraq bədii ədəbiyyatla bağlıdır. Bədii ədəbiyyat deyəndə də tərkibində nələr daxildir? Bəs burda belə bir sual yaranır ki, bəs bədii ədəbiyyat deyəndə biz nəyi nəzərdə tuturuq? Bədii ədəbiyyat deyəndə şeirlərimizi, nağıllarımızı, hekayələrimizi, və yaxud da janrlarımızı, tapmacalarımız və sairə ağlımıza gələ biləcək ədəbiyyatla bağlı olan hər bir şeyi, bu kimi anlayışları biz burada nəzərdə tuta bilərik. İş üsullarından birmənalı olaraq bilmək lazımdır ki, biz bilirik ki, üsullarla istifadə olunan iş üsullarımız var ki, 9 dənə iş üsulumuz vardır. Bu iş üsullarından biri var ki, sırf bədii təfəkkür məşğələsində istifadə olunan zaman aparılır. Bu da nağıl etmə iş üsuludur. Yəni birmənalı olaraq bilmək lazımdır ki, iş üsullarından nağıl etmə iş üsulunu biz bu məşğələyə inteqrasiya edə bilirik, yəni əlaqələndirə bilirik. Sonra bədii təfəkkür məşğələsi uşaqda həm idraki, inkişaf sahəsini inkişaf etdirir. Çünki burda nitqinin inkişafına bağlı olduğuna görə, birbaşa olaraq bədii təfəkkür məşğələsi idraki inkişaf sahəsi ilə əlaqəlidir. Yəni sizdən yenə də deyirəm, imtahan formatında soruşsalar ki, bədii təfəkkür məşğələsi hansı inkişaf sahəsi ilə birbaşa olaraq bağlıdır? Avtomatik olaraq deyilməlidir ki, idraki inkişaf sahəsi ilə birbaşa olaraq bağlıdır. Çünki burada nitqin inkişafına bağlı olduğuna görə
idraki inkişaf sahəsinə götürürük biz. Həmçinin də estetik yaradıcı inkişaf sahəsi də formalaşdırılır bu bədii təfəkkür məşğələsində. Məsəl üçün, hansısa bir əsərin sonunda uşaq öz təxəyyülündən nə isə çıxarda bilirsə, axı təxəyyüldən nə isə çıxartmaq bu özü estetik yaradıcı inkişafa aid idi. Təxəyyül anlayışı biz estetik, belə deyək, estetik yaradıcı inkişaf sahəsinə aid edirdik. Bu zaman kreativliyi öz sözünü dediyinə görə estetik yaradıcı inkişaf sahəsini biz aid edə bilərik. Ümumiyyətlə bədii təfəkkür uşaqlarda hansısa bir əsəri, hekayəni və yaxud da tapmacanı qavrama qabiliyyətinə deyilir. Əsərin məzmununu mənimsəmək olsun, onu hərtərəfli başa düşmək, anlamaq olsun. Həmçinin də uşaqlarda bədii ədəbiyyata maraq oyatmaq üçün uşaq həyatında vacib məşğələlərdən biri hesab olunur bədii təfəkkür məşğələsi. Bədii ədəbiyyatdan məsəl üçün kiçik qruplarda necə istifadə olunur? Şeirlərdən istifadə qaydası var ki, kiçik qrup, böyük qrup, orta qrup, məktəbə hazırlıq qrupu. Yəni bunların hər birini biz birazdan öyrənəcəyik ki, bunların özünə məxsus xüsusiyyətləri var. Mən bir dəfə deyəcəm, inşallah mən bir dəfə dedikdən sonra siz bunu lap yaxşı formada yaddaşınızda saxlayacaqsınız. Məsəl üçün, bədii ədəbiyyatdan kiçik qruplarda nağıldır, şeirdir, hekayədir, bunları çox qısa formada 2 misra olacaq şəkildə öyrətməyə başlanılmalıdır. Çünki biz, kiçik qrup deyəndə 1-2, 2-3 yaş kiçik qruplardan söhbət gedir də. Yəni bunlar kiçik qrup adlandırılır bildiyiniz kimi. Bu kiçik qruplarda nə qədər də istər-istəmə 1-3 yaş arası uşaqlarda necə bir formada nəyisə öyrədə bilərik də, yəni məcbur nəyi öyrədə bilərik və yaxud hansı mürəkkəb nağılı, mürəkkəb şeiri biz uşaqlara öyrədə bilərik, elə deyil? Yəni bunu düşünmək lazımdır ki, yaş aralıqlarına uyğun olaraq varislik prinsipinə əsaslanaraq, ə, belə deyim sizə, varislik prinsipinə əsaslanaraq biz sadədən mürəkkəbə doğru getməliyik. Aha, uşaqların yaşları artdıqca artıq öyrətmə üsullarında da bir sıra dəyişikliklər özünü göstərməyə başlayır. Dahası müəllimlər uşaqların öyrənməsində də dəyişikliklər baş verməyə başlayır. Məsəl üçün 1-2 yaşlı, uşaqlar kiçik qruplarda olursa, artıq böyük qruplarda bu bir qədər mürəkkəbləşə bilir. Yəni 1-2 yaşlı, uşaqlarda, kiçik qruplardan söhbət gedir də, 1-2 misralıq şeirlər öyrədilirdisə, artıq yaş aralıqları genişləndikcə, böyüdükcə bir qədər də mürəkkəbləşmə baş verə bilər. Nağıl etmə üsulu daha çox bildiyimiz kimi uşaqlarda nəql etməni inkişaf etdirir və yaxud da şeir varsa burda qafiyə öz əksini tapmalıdır. Ümumiyyətlə uşaq, bağçalarında nitqin inkişafı üçün ən geniş yayılmış səmərəli növlərdən biri də uşaqların bədii ədəbiyyatla tanış olunması, bədii ədəbiyyata uşaqlarda maraq oyatmaqdır. Bildiyimiz kimi o yaş aralığındakı uşaqlarda nitq o qədər də inkişaf etmədiyinə görə əziz müəllimlər, uşaqların nitqini onların eşitdikləri əsərlərin köməyi ilə inkişaf etdirmək tərbiyəçinin qarşısında dayanan ən mühüm, vəzifələrdən biri hesab olunur. Bunun üçün də tərbiyəçinin qabiliyyəti ön planda olmalıdır. Bədii ədəbiyyatda özü bacarıqlı, qüdrətli bir təlim vasitəsi hesab olunur. Ümumiyyətlə məktəb formatında da eyni qaydadadır. Eyni qaydada məktəbəqədər, yaşlı uşaqlarda da həmin vəzifədədir ki, bədii ədəbiyyat özü bacarıqlı, qüdrətli bir təlim vasitəsi hesab olunur. Burdakı əsərlər insanın daxili aləminə nüfuz edir, daha sonra hisslərinə yol açmış olur. Hələ kiçik yaşlarından uşaqların eşitdikləri nağıllardakı o baş rollar uşaqlarda ayrı bir maraq yaratmış olur. Bir çox nəzəriyyəçi öz nəzəriyyələrində də müəllimlər bu hallardan çox bəhs etmişdilər ki, məhz uşaqlar özlərini nağıl qəhrəmanlarına bənzədirlər. Hansı nəzəriyyəçilər onu deyə bilərik ki, məsəl üçün Piagetin bilirsiniz də, yəni Jean Piagetin öz nəzəriyyəsində də nəzərdə tutulurdu ki, sehrli əlaqə var idi. Yəni uşaq, nağıl obrazını olsun, cizgi film xarakterini olsun, özünü onun yerinə qoyur. Məsəl üçün Maşaya baxırsa, özünü Maşanın yerinə qoyur və yaxud, Turpun nağılını danışırıqsa, Turpun nağılındakı o qızın yerinə özlərini qoyur. Məsəl üçün də, yəni məsəl olaraq çəkirik. Uşaqda vicdanlılıq, xeyirxahlıq, humanistlik, ədalətlilik, bu cür hisslərin yaranması da bədii təfəkkürün rolu çox böyük olub. Yəni ümumi olaraq bədii cəhətdən, estetik cəhətdən, insani keyfiyyətlər cəhətdən insanı bütövləşdirən, püxtələşdirən tərbiyə vasitəsi hesab olunur bədii ədəbiyyat. Nitqin inkişafında da bədii təfəkkür məşğələsinin də yeri danılmazdır. Necə ki, məsəl üçün o deyə bilər ki, məktəbəqədər dövrdə estetik qavrayışın inkişafı prosesi bədii ədəbiyyat və bədii təfəkkürdə çox hiss olunur. Uşaqlar belə deyək, ədəbi əsərlərlə tanışlıq prosesində bir sıra mühüm məsələləri yerinə yetirərlər ki, həmin məsələlər bunlara deyilir. Necə məsələlər var? Məsəl üçün deyə bilər ki, birinci olaraq bədii ədəbiyyatla tanışlığı vurğulaya bilərik.
necə belə deyək, bədii ədəbiyyatla tanışlıq deyəndə hərəkətdən əvvəl uşaqlarda ilk növbədə dinləmə bacarıqlarını formalaşdırmaq lazımdır. Çünki uşaq dinləmə bacarığı, dinləmək mədəniyyəti inkişaf edibsə əgər, bu da bilirik ki, səriştələrdən ünsiyyətlə bağlıdır, didaktik prinsiplərdən isə şəxsiyyət yönümlülük prinsipi ilə bağlıdır. Bu hal dinləmək bacarığını öyrənməyə, yeni bilik öyrətməyə yol açır. Ədəbi əsərlərlə tanışlığın bir sıra metod və priomları var ki, məsəl üçün nəql etmə metodu ola bilər, səhnələşdirmə metodu ola bilər, əzbər öyrənmə metodu ola bilər. Hər birindən bir neçə, kəlmə danışaq. Məsələn, nəql etmə metodu deyirik ki, ədəbi əsərlərlə tanışlığın bir sıra metod və priomlarından. Bayaq da dediyim kimi, nəql etmə metodu nağıl etmə iş üsulu ilə bağlıdır. Bayaq da həmin formada vurğulamışdım ki, nəql etmə metodu nağıl etmə iş üsulu ilə bağlı olur. Uşaqlarda ifadəli oxu, nəql etmə zamanı hekayələri ixtisara salma və sairə məktəbə hazırlıq qruplarında uşaqlara iri həcmli, mürəkkəb süjetli nağıllar, hekayələr bəstənilir. Artıq yaşları böyüdükcə kiçik yaşlı qruplardan fərqli olaraq daha mürəkkəbləşir bu proses. Açar sözümüz nədir? Baxın, nəql etmə metodunda açar söz nə isə əlavə etmək, nə isə ixtisara salmaq. Yəni bir şeyi biz nəql ediriksə, təxəyyülümüzdən nə isə ona əlavə də edə bilərik. İxtisara da sala bilərik. Bu olur nəql etmə metodu. İkinci olaraq səhnələşdirmə metodundan biz bəhs edə bilərik. Səhnələşdirmə metodu bəs nə edir müəllimlər? Əsasən başları kiçik yaş qruplu uşaqlardan uşaqların dialoqlu əsərləri səhnələşdirməsi üçün həyata keçirilir. Adından da bəlli olduğu kimi elə səhnələşdirmə metodundan söhbət gedir də burada. Səhnələşdirmə metodu isə müəllimlər əsasən süjetli rollu oyunlar vasitəsilə həyata keçirilir ki, bu da uşaqlarda nəyi formalaşdırır, birbaşa inkişaf etdirir? Yaradıcı təfəkkürü. Səhnələşdirmə metodu birbaşa olaraq yaradıcı təfəkkürü inkişaf etdirir. Səhnələşdirmə əsəri sevmək, onu mənimsəməyə təmin etməkdən gəlib keçir. Həqiqətən də baxırıq da, yəni bir, nağılı canlandırırsa, məsəl üçün Turpun nağılını canlandıran zaman uşaqlar necə də həvəslə o nağılı mənimsəyirlər. Açar sözümüz nədir səhnələşdirmə metodunda? Süjetli rollu oyunlardan istifadə etmə, bir də yaradıcı təfəkkürün inkişafı səhnələşdirmə metodunun açar sözləri hesab olunur. Sonra əzbər öyrənmə metodundan da biz başlayaq. Əzbər öyrənmə metodu həcmcə böyük olmayan şeirlərin əzbərlənməsindən söhbət gedir. Əzbərləmək varsa, birbaşa olaraq yadınızda salın ki, şeirlərin əzbərlənməsi, həcmcə böyük olmayan şeirlərin əzbərlənməsi nəzərdə tutulur. Yəni bu zaman nitqin inkişafı ilə yanaşı yaddaşın inkişafı da möhkəmlənir. Bədii təfəkkür psixi proseslərimizi də, məsəl üçün nitqimizi, hafizəmizi, təxəyyülümüzü, təfəkkürümüzü, diqqətimizin inkişafına da bilavasitə kömək edir. Şeir əzbərləmə texnikasında birbaşa şeir əzbərlənməsi hissəsinə keçid edilmir. Uşaq şeirin mahiyyətini bilmədən sadəcə əzbərlənməsi xatirinə şeirin əzbərlənməsi heç də düzgün bir şey deyil. Yəni mən bu şeiri verirəm, o onun mahiyyətini bilmədən onu əzbərləyirsə, artıq burada nəyisə pozmuş oluruq. Əvvəlcə uşağa şeirin mahiyyəti başa salınmalıdır. İlk növbədə şeir formasında yox da, söz formasında onu qavratmaq lazımdır. Başa salmaq lazımdır. Ondan sonra şeir əzbərlədilməlidir. Əsasən burada psixi proseslərdən diqqət və hafizə daha çox öz sözünü deyir. Nədən? Çünki diqqət edirik ki, hə, bu məzmun cəhətdən buna nə yazılıb, nəyə diqqət yetirmək lazımdır, onlar nəzərdə tutulur. Hafizə isə birbaşa olaraq yaddaşla bağlıdır. Uşaqlarda zehin və estetik tərbiyənin inkişafına bilavasitə təsir göstərir. Əsasən şeir əzbərləmək psixi proseslərdən diqqət ilə bağlıdır, amma nağıl etmək isə daha çox təxəyyül ilə bağlıdır. Çünki təxəyyülümüzdə canlandırırıq, nə isə əlavə edirik. Baxın bunlardan söhbət gedir. Çünki nağılın sonunda proqnozlaşdırma olduğuna görə burada təxəyyül işə düşür. Məsəl üçün nə deyə bilərik? Tərbiyəçi uşaqlara heç vaxt eşitmədikləri bir nağılı danışarkən yarıda kəsir. Və uşaqların hər birindən nağılın davamının necə ola biləcəyini soruşur. Bu təbii ki, proqnoz tələb edir. Təxəyyül burada öz sözünü demiş olur. Proqnozlaşdırma anlayışı birbaşa olaraq məhz bununla bağlıdır. Yaş qrupları üzrə bədii ədəbiyyatla tanışlıq var ki, ümumi olaraq şeirlərə keçməmişdən əvvəl, yaş qrupları üzrə kiçik yaş qrupları, yəni 1-2, 2-3 yaşlı uşaqlarda Eee, başlayaraq uşaqlarla şəkil, illüstrasiya və demonstrasiya ilə uşaqların maraqlarını nəzərə alaraq bədii ədəbiyyatla tanış edə bilərik. Yəni şəkillər vasitəsilə illüstrasiya nədir? Bildiyimiz kimi rəngli şəkillərdir. Bəs demonstrasiyalar nədir? Demonstrasiya harda eşitdinizsə müəllimlər? Demonstrasiya videolar deməkdir. İllüstrasiya şəkil deməkdir. Birbaşa olaraq şəkillərlə, bağlıdır, amma demonstrasiya isə videolarla bağlıdır. Uşaqların maraqlarını biz nəzərə alaraq bədii ədəbiyyatla tanış edə bilərik. Bu dönəmdə ki, uşaqlar şəkil, karikatura,
videoya daha çox maraq göstərirlər. Həmin o şəkillərdən istifadə etməklə artıq biz uşaqlarda bədii ədəbiyyata maraq oyada bilərik. Məsəl üçün, hər hansı bir nağılı danışırıqsa, elə deyək, qısa belə deyək, məzmunlu nağıl danışacağıq, uşaqların yaş səviyyələrinə uyğun olaraq bir nağıl danışacağıq, elə deyək. Biz götürürük həmin o nağılın cizgi film surətindəki videosunu açıb uşaqlara izlədirik. Burada daha yaxşı motivasiya olacaqlar, daha yaxşı məşğələyə cəlb olacaqlar, daha yaxşı dinləyəcəklər. Baxın, bu formada kiçik qruplara xas olan bir anlayışdır. Videolar, belə deyək, illüstrasiya, demonstrasiyalar, yəni bu anlayış kiçik yaş qruplarına daha çox uyur. Orta yaş qrupunda isə, orta yaş qrupu artıq uşaqlarda, qavrama qabiliyyəti inkişaf etdirilir. Əsərlərdə baş verən hadisələrə, epizodlara emosional cavab verirlər. Yəni bu emosional cavab vermə orta yaş qrupunun açar sözüdür. Suallara cavab vermək, münasibət bildirmək, bunların hər biri aiddir orta yaş qrupuna. Sonra gəlir böyük yaş qrupu. Böyük yaş qruplarında burada isə artıq kitablara davamlı olaraq maraq özünü göstərir. Açar sözümüz bundan ibarətdir ki, uşaqların oxuduqlarını dinləmə istəyinin yaranmasıdır. Artıq görürük ki, yaş artdıqca uşaqların öyrənmə qabiliyyətindəki fərqliliklər də sadədən mürəkkəbə doğru zəncirvari olaraq dəyişir. İndi müəllimlər, yenə də deyirəm, qısa məzmunlu şeirlərdən, nağıllardan artıq daha mürəkkəb, daha intonasiyaya diqqət yetirilərək, yaş artdıqca, yəni yaş üstünə yaş gəldikcə, uşaqlarda yaş səviyyələri birbaşa olaraq dəyişdikcə artıq oxuduqlarına da maraqları da artır, daha çox dinləmək bacarıqları formalaşır. Baxın, bunlar da böyük yaş qrupuna aid olan xüsusiyyətlərdir. Şeir əzbərləmənin yaş qruplarındakı xarakteristikasına baxaq ümumi qaydada. Çox bəsit bir-iki cümlələrdən izah edəcəm müəllimlər ki, yadınızda qalsın. Kiçik yaşlı qruplarda, yəni 1-2 3 yaşlı uşaqlarda, burada yuxarıda da bayaq da dediyim kimi, qeyd etdiyim kimi, kiçik həcmli şeirlərdən istifadə edilir. Yəni 1-2 misralıq şeirlərdən istifadə olunur. Vəzifə olaraq müəllimlər uşaqlara verilmir ki, sən bu şeiri əzbərləməlisən. Xeyr, istəklə bağlıdır. Yəni uşaq istəsə bu şeiri 1-2 misralıq şeiri əzbərləyə bilər, sadə məzmunlu şeiri əzbərləyə bilər. İstəsə də əzbərləyə bilməz. Yəni bu onun istəyi ilə bağlı olan bir şeydir. Kiçik qruplarda, məcburiyyət deyilən bir anlayış yoxdur. Orta qrupda əzbərləmə də təbii intonasiyalardan başlıca məqsəd olmalıdır. Uşaqlarda şeirə maraq yaratmaq, ifadəli oxumaq, şeirə istəyin artırılması davam etməkdə orta qrupa aiddir. Yəni orta yaş qrupunun açar sözü nədir desələr, birbaşa olaraq intonasiya ilə oxumağa maraq yaranmaq, ifadəli oxumaq. Yəni bunlar orta yaş qrupunun şeir əzbərləmə texnikasının açar sözləridir. Daha çox orta qruplardan başlayaraq biz mürəkkəb şeirləri əzbərlənməsinə yol açırıq. Necə yəni? Mən bayaq dedim ki, 2 misralıq kiçik qruplarda şeirlər əzbərlənsin, artıq 4 misralıq şeirləri artıq orta qrupda başlayırlar əzbərlənməyə. Böyük qruplarda, böyük qruplar deyəndə böyük qrup ümumiyyətlə bazarda qruplarından söhbət gedir. Təşəbbüskarlıqdır, müstəqillikdir. Baxın, bunlar hər biri böyük qrupların açar sözləridir. Bunları nümayiş etdirərək aydın ifadəli şeir oxumaq qabiliyyəti özünü göstərməlidir. Artıq mürəkkəb şeirlər böyük qruplarda artıq tətbiq olunur. Daha yaxşı formada uşaqlar şeiri əzbərləyirlər. Kitabdakı illüstrasiyalara baxmaq, ümumiyyətlə kitabdakı illüstrasiyalara baxmaq bizə mətnin məzmununu daha yaxşı başa düşülməsi üçün köməklik göstərə bilər. İllüstrasiya anlayışı ümumiyyətlə bir, nağılda, bir hekayədə, şəklin olması çox gözəl bir şeydir. Çünki, təxəyyül dediyimiz anlayış nəyisə görərək daha yaxşı formada beynimizdə canlandıra bilərik. Vizual olaraq nəyisə beynimizdə canlandırmaq istəyiriksə, əyani formada onun şəklini görməyimiz daha məqsədə uyğun olur. Bəzən olur ki, uşaq mətni oxuyur, amma ondan heç nə başa düşmür. Amma onun yanında hansısa bir şəkil qeyd olunsa, həmin mətn artıq daha aydın başa düşülər. Necə deyə bilərəm? Misal olaraq, əgər mən uşağa Turpun nağılını danışıramsa, uşaq bilmirsə ki, turp nəyə bənzəyir, nədir, artıq onların canlana bilməyəcək də başında, beynində, turp nəyə bənzəyir, canlana bilməyəcək. Mən deyə bilərəm ki, hə, yerin altında olur, yerin altında, formalaşır, inkişaf edir, böyüyür. Ağlına birbaşa olaraq kök gələ bilər də. Çünki turpdan daha çox uşaqlar kökü görür. Amma mən onlara turpu göstərmiş olsam, beyinlərində daha yaxşı canlanacaq. Məhz buna da kitabdakı illüstrasiyalar baxmaq anlayışı deyilir. Sonra əsər üzrə müsahibə aparmaq var. Yəni bunu həm məşğələnin əvvəlində də danışa bilər uşaqlar nəyi bilir, nəyi bilmir. Baxın, buna da söz assosiasiyası üslubu formasında apara bilərik.
Həm də ki, məşğələnin sonunda bədii ədəbiyyatda verilən şeir və yaxud da hekayə ilə tanışlığın sonunda da apara bilərik. Bu da vacib priomlardan biri hesab olunur. Əsər özündə şifahi və əyani metodları birləşdirir. Bəzən tərbiyəçi əsəri oxumasa da əvvəl giriş müsahibəsi keçirir, bayaq da dediyim kimi. Bəzən isə əsər bitdikdən sonra qısa bir müsahibə aparır. Müsahibə zamanı suallar elə qoyulmalıdır ki, uşaqları düşündürən suallar olsun. Bu açıq tipli suallar nəzərdə tutulur. Təfəkkürü işə salan suallardır bunlar. Məsəl üçün, lakonik olaraq hə və ya yox tipli cavabları qəbul etmir. Məsəl üçün, deyə bilərik ki, müzakirə üsulu da burada bədii təfəkkürlə inteqrasiya edir. Mən deyə bilərəm ki, hə, sən hekayəni sevdinmi? O deyəcək ki, bəli. Bu qapalı tipli, bir, sual idi. Amma mən sual versəm ki, müəllimlər, daha doğrusu uşaqlar, siz mənə deyə bilərsinizmi ki, hansı, qəhrəmanı daha çox belə deyək də, hansı qəhrəman daha çox yaxşılığına görə fərqlənirdi, nəyə görə fərqlənirdi? Artıq onlar ifadəli formadan, səbəbini deyəcəklər. Uzun cümlələr quracaqlar. Lakoniki hə və ya yox tipli cavablar verməyəcəklər. Bu da əsər üzrə müsahibənin ana teması idi. Sonra oxu məşğələlərinin qurulması. Bədii əsərlərin qurulması əsasən həm məşğələlərdə, bir də məşğələlərdən kənar fəaliyyət zamanı qurulur. Oyun vasitəsilə səhnələşdirmə prosesi ilə təşkil oluna bilir. Həmin məsələləri, daha doğrusu həmin məşğələləri təbii ki, planlaşdırarkən bayramlar, tarixi günlər, tədbirlər, ilin fəsilləri nəzərə alınmalıdır. Bu məşğələlərdə tərbiyəçi ya kitab oxuyur, ya şeir deyir, ya da hansısa maraqlı bir hekayə, nağıl danışa bilər. Bədii mətni dinləməkdə uşaqlara kömək göstərmək. Bəs nə deyə bilərik bədii mətni dinləməkdə uşaqlara kömək göstərmək zamanı? Bədii mətnin oxunması yalnız uşaqları əyləndirmək, onlarda estetik zövqü inkişaf etdirməklə yekunlaşa bilməz. Burada əsas başlıca məqsədlər olmalıdır. Necə məqsədlər ola bilər əziz müəllimlərim? Məsəl üçün, ola bilər ki, uşaq mətni başa düşməlidir, mətni qavramalıdır, məzmun nədir, məzmunu mənimsənilməlidir. Uşaqların nitqində yeni sözlərə yer açmaq lazımdır. Qrammatikasını, belə deyək, inkişaf etdirmək lazımdır. Daha sonra, qrammatikasını zənginləşdirmək lazımdır. Ətraf aləm haqqında uşaqlara biliyi ötürmək lazımdır. Məsələn, bunlar hər biri, uşaqlarda mətni dinləmək zamanı inkişaf edən əsas amillərdir, əsas başlıca məqsədlərdir. Belə bir şeylərin yerinə yetirilməsi üçün bədii mətndəki anlaşılmayan hər bir sözün mənasını uşaqlara izah etmək lazımdır. Məsəl üçün, cümlə içərisində kiçik qruplarda, məsəl deyirəm, orta qruplarda uşaqlara bir nağıl danışan zaman deyirəm ki, abstrakt sözdür deyirəm. Abstrakt sözünü benim müəllimə var ki, heç abstrakt sözünün özünün mənasını bilmir. Uşaq necə başa düşsün? Mücərrəd sözünü deyirəm, məsəl üçün, abstraktın yaxın mənalı sözdür. Mücərrəd. Amma uşaq bilmir axı mücərrəd nəyə deyilir, elə deyil? Onların bilmədiyi hər bir sözün mənasını mən onlara çatdırmalıyam ki, məzmun dəqiq olsun, uşaq məzmunu yaxşı başa düşsün, yaxşı mənimsəsin. Az tanış olunan sözləri dəqiqləşdirmək lazımdır. Uşaqların diqqəti mətndəki müəyyən konstruksiyaya yönəlməlidir. Sinonim konstruksiya ilə əvəz olunmalıdır. Məsəl üçün, sinonimlərin öyrədilməsi uşaqlar üçün ona görə önəmlidir ki, bəzən hansısa bir sözü digər bir sözlə əvəz edə bilsinlər. Ayna deyirəm, aynanı bilmirlər, elə deyil? Aynanın yaxın mənanlısı, sinonimi nədir? Güzgü. Elədir, bax, güzgü kimi ifadələrlə biz onları dəyişdirə bilərik. Soruşa bilərlər ki, müəllim, ayna nə deməkdir? Məsəl üçün, siz deyə bilərsiniz ki, bəli, orda güzgü də ifadə oluna bilər. Yəni ayna güzgü deməkdir. Uşaqlar qarşısında bədii əsərlərin oxunması uşaqların eşitmə inkişafı daha sürətlə inkişaf edir. Yaş artdıqca fiziki nitq eşitmə qabiliyyəti uşaqlarda inkişaf edir və uşaqların bildiyi kitabların oxunması eşitmə qabiliyyətinin inkişafı üçün şərait yaradır. Təbii ki, burada dili mənimsəmə və diqqətdə xüsusi yer verilməlidir. Orta və böyük qruplarda məsələn diqqəti toplamaq, dinləmək, sual-cavab etmək, eşitdiyi məzmunu başqalarına danışmaq kimi bacarıqlar inkişaf edir. Şeirin öyrənilməsi ümumiyyətlə uşaqlar kiçik yaşlarından nəzm əsərlərini əzbər öyrənməyə başlayırlar. Bəzən elə olur ki, müəllimlər uşağın yanında bir şeiri davamlı oxuduqda özü o şeiri artıq həmin şeiri avtomatik olaraq söyləyir. Həmin şeiri əzbərləmək artıq uşaqda 2 yaşdan başlayaraq yavaş-yavaş inkişaf edir. Şeiri yadda saxlamaq iradi güc sərf etmədən, yəni qeyri-sərbəst, qeyri-ixtiyari şəkildə baş verir. Məsəl üçün, 5 yaşındakı uşaq həm şeiri dərk edərək söyləmir, həm də ki, belə deyək də, sadəcə olaraq avtomatikləşir. Davamlı israrla söylədikdə artıq onda bu hal vərdiş halını alır.
özündən asılı olmadan qeyri-ixtiyari şəkildə həmin şeiri söyləyirlər. Şeiri yadda saxlamanın sərbəst ixtiyari yolu yoxdur. Yəni, ixtiyarsız formada aparılır. Uşaqlara elə kiçik yaşlarından iradi qüvvə sərf etməklə həmin şeiri yadda saxlanılmasını öyrətmək lazımdır. Təbii ki, bunlar insanın aşağı yaş dönəmlərindirsə, məsəl üçün, əsasən uşağın hafizə və diqqəti ilə bağlı olan bir prosesdir. Yəni, bilirik ki, diqqət də olsun, hafizə də olsun, qeyri-ixtiyari və ixtiyari olaraq 2 yerə bölünür. Biz daha çox, hafizənin qeyri-ixtiyari formasına aid edirik şeiri əzbərləməyi. Artıq yuxarı yaş dönəmlərində uşaqların hansısa bir şeiri əzbərləmək mahiyyətini başa düşməsində təfəkkür və təxəyyülün rolu böyük məna daşıyır. Belə deyək, nağılların oxunması kiçik qruplardan başlayaraq uşaqlara müxtəlif nağıllar oxunur. Xalq nağıllarının kiçik yaşlı uşaqlara çatdırılmasında tərbiyəçinin vəzifəsi böyük olur. Həmin o canlı emosiyalar ilə uşaqlara çatdırılmalı və uşaqların müxtəlif emosiyaların yaranmasına şərait yaratmalıdır. Hekayələrin oxunması, eyni formada nağılların oxunması kimidir. Məktəbəqədər yaşlı uşaqların yaş səviyyələrinə uyğun hekayələr uşaqlara oxuna bilər. Ədəbi əsərlərin səhnələşdirilməsi xüsusiyyəti də var ki, əsərlərin səhnələşdirmə xüsusiyyəti uşaq bağçalarında müxtəlif növ dramlaşdırılma, teatrallaşdırılma, səhnələşdirmə, tamaşaçılardan istifadə edilə bilər. Teatrlaşdırılmış oyunlarda bir də onu nəzərinizə çatdırmaq istəyirəm ki, əziz müəllimlər, teatrlaşdırılmış oyunlarla dramlaşdırılmış oyunlar arasında fərq var. Hansı fərqlər var? Məsəl üçün, keçən MIQ suallarından biri idi ki, teatrlaşdırılmış oyun nə idi, dramlaşdırılmış oyun nəyə deyilirdi? Dramlaşdırılmış oyunlar, yəni bədii əsərin əsası, əşyası səhnələşdirilməsinə deyil. Yəni əşyasız formada bədii əsərin səhnələşdirilməsidir. Rollar üzrə olunmasından irəli gəlir. Bu dramlaşdırılmış oyundur. Amma teatrlaşdırılmış oyunlar isə əşyalıdır, hazırlıq tələb edir. Bir neçə gün əvvəldən, həftədən, yəni əvvəl başlayırlar məşqlər etməyə. Teatrlaşdırılmış oyunlar özü 2 yerə bölünür. Stolüstü teatr, arakəsmə arası olan teatr. Teatrların növləri də var ki, məsəl üçün şəkilli teatrlar var, kölgə teatrı var. Şəkilli teatr odur ki, tərbiyəçi nağıl danışır, uşaqlar personajların hərəkətləri təsvir olunduğu şəkilləri təsəvvür edirlər. Kölgə teatrda isə burada isə insandır, heyvandır, bitkidir və sairə kimi şeyləri təsvir edən qalın karton siluetlərin köməyi ilə səhnələşdirmədir. Məsəl üçün, sovetlər, belə deyək də, onlara sovet deyirlər, qara rəngli olur, ağ rəngli ekrana proyeksiya verilir. Bunun üçün ekranın arxasında da yuxarıdan işıq verilməlidir. Yəqin ki, görmüsünüz ki, kölgə teatrı necə olub. Məhz elə ondan bəhs edilir. Sonuncu olaraq da səhnələşdirmək üçün materiallar var ki, səhnələşdirmə üçün materiallarda əsasən uşaqların yaş səviyyəsinə uyğun səhnələşdirmə texnikasının imkanlarına uyğun həyata keçirilir, və səhnənin süjetli hərəkətləri dialoqlarla zəngin olmalıdır. Buna bir neçə əsər misal göstərə bilərik ki, məsəl üçün Tıq-tıq xanım nağılı çox dialoqludur. Çaqqal və xoruz epizodu, meyvələrin, bəhsi və sairə kimi bunlar hər biri bir neçə əsəri misal olaraq göstərə bilərik. Yaş səviyyələrində də deyə bilərik ki, bədii təfəkkür məşğələsinə diqqət yetirilirsə, müəllimlər qarşısına çıxan imtahan suallarında düzgün cavab verirlər. Əsas yaş səviyyələrini düzgün ayırmaqdır. Bu qədər müəllimlər. Kimin ümumiyyətlə məşğələmizlə, yəni dərsimizlə və yaxud dərsimizdən kənar sualı varsa ünvanlaya bilər. Heç kimin əlavə sualı yoxdur. Əlavə sualınız yoxdursa müəllimlər, canlımızı yekunlaşdıraq. Bir daha özümü yenə də təqdim edim. Mən Fidan Dünya Malzadə. Bu gün bədii təfəkkür məşğələsinə keçdik. Əlavə kimin nəsə sualı olsa şəxslə də ünvanlaya bilər, cavablandıra bilər. Ödənişli sertifikasiya qruplarımız aktivdir, yəni qoşulmaq istəyirsinizsə, əgər A-dan Z-yə sertifikasiya imtahanında bütün materiallara bələd olmaq, yaxşı formada bələd olmaq istəyirsə, əlaqə saxlaya bilərsiniz əzizlərim. Bu qədər. Allah amanında qalın. Qrupları izləməyə davam edin, çünki qruplarda müəllimlər, belə deyim də, hə, ödənişsiz dərslərin cədvəlləri atılacaq. Yəni nə vaxt hansı dərs olacaq, hansı dərslər keçirilə bilər, məhz siz özünüz seçirsiniz. Hansı dərsi də seçəcəksiniz, səs çoxluğu olacaq, o dərsi keçəcəyik. Bu həftə bədii təfəkkür məşğələsini istədilər və biz bədii təfəkkür məşğələsinin canlı izahına keçdik. Allah amanında olun müəllimlər bir daha. Sağ olun. Gələn dərs görüşənədək inşallah.